2026-cı ilin arxada qalan ayları haqqında Azərbaycan Dövlət Məşğulluğu İdarəsi, Azərbaycan Dövlət Statistika Komitəsi bəzi rəqəmləri açıqlayıb. Rəqəmlər dəhşətdir. Əvvəla onu deyim ki, Azərbaycanda hal-hazırda qeydə alınan 250 minə yaxın işsiz var. Bunlar qeydə alınanlardır. Amma ən dəhşətlisi bilirsinizmi nədir? Bu 250 min nəfərin daha çox hissəsi qadınlardır. Yəni Azərbaycanda qadınlar iş tapa bilmirlər. Belə ki, 250 min nəfərin 52%-i qadınlardır. Bəli, onlar özlərinə iş tapa bilmir. Azərbaycanda doğum da azalır. Arxada qalan aylarda ötən illə nisbətdə doğum azalmaqda davam edir. Azərbaycanda həmçinin bir dəhşətli statistika da var. Azərbaycanda təəssüflər olsun ki, hal-hazırda boşanmalar nikahların sayına çatır. Yəni, evlənən insanların sayı ilə boşanan insanların sayı demək olar ki, bir-birinə yaxınlaşıb. Bu da təbii ki, Azərbaycanın gələcəyi və demoqrafik durumu üçün böyük bir faciəyə çevrilə bilər. Azərbaycanda bir statistik göstərici də var, onu da deyəcəm. Azərbaycanda ölüm sayı artıb. Əvvəl 1000 nəfərə deyək ki, 50 nəfər dünyasını dəyişirdisə, indi bu rəqəm də artıb və artıq bu rəqəm də böyüməkdə davam edir. Yəni, insanlar daha tez ölürlər və ölənlərin sayı daha çoxdur.